var. Uşaq vaxtından sənətkar bilirsən. Zəhmətkeşsən. Hə. Düz 18 yaşından zəhmətkeşsən. Düzdür. Ondan sonra praqmodi muxtara yerdə işlədin. Düzdür. Və axırda bir nəfər yanında işlədin. Düzdür. Qara buğdayı bir oğlan var idi. 2 nəfər idi. Düzdür. Orada siqnal gəldi ki, obyekt kimi yer idi. Düzdür. Maşınlar görüldü. Maşınlar da maşınlardır. Çünki öz dəmir dümürləri məşğulsan, ev işlərini bacarırsan, tikintiləri bacarırsan. Sənətkarsan biz də. Belə sənətkar, Amma bir şey. ya əlimdən gəlir də yəni. İndi burada deyim. bir variant var ki, Ondan ikinci kullanam. işində var. İkinci işində var. Hə. O obyekt biznes obyekti oxşuydu. O vaxtı həmin o şeydə. Aysa. Hə, o olub. Aysa, ona bir də boş qaldı. Ya yer dəyişmə elədin. Hə, yer dəyişmə eləmiş. Yer. Burada indi idarə kimi yer görün nədir? Hə, iş yeridir. İdarə də var. Bax burada. Hə. Bu göy paltarlar gəlir gözümün qabağına. Gəl paltar. Göy paltarlar təşkil edin. Səbir ol. Göy paltarlar gözümün qabağına gəlir. Amma adamlar geyinir, göy paltar geyinir. Gəlir göy paltar. İndi burada yenə problem yaranır. Burada dəyişilmə ola bilər. Nədir? Bu ikinci ildə başı pis gündəsən. Dəhşət pis gündə. Ziyan və borclar. Hə. Hətta sizin evi yiyiblər. Evdə bacın, döşağı. Bacım. 10 tane mənim görücülmə gibi dağılmış fasonu. Hə. Bir zırhlanma yezinan var idi. Nə var idi? Zırhlanma yezinan var idi. Hə, onu düz deyirsən. 10 ildən çoxdur, başı bəlalı yazır. Hə. Rovno 2019-cu tarixdə. Yəni tanışlıq sabah danışacağım.